Salam, hörmətli tamaşaçılar, Nahardan əvvəl proqramında hər birinizi xoş gördük. Bugün Azərbaycanın tarixinə qırmızı hərflərlə və qızıl hərflərlə yazılan bir tarixi bir günü qeyd edirik. 28 may Respublika günüdür. Təbii ki, Azərbaycan Respublikası adlı bir respublika var, yaşayır və uzun illərdir öz azadlığını, müstəqilliyini qorumaq üçün neçə-neçə qurbanlar verdi. Amma nəhayətində təbii ki, nail olmaq istədiyi müstəqilliyinə qovuşdu. Bunun üçün təbii ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik və bugün Azərbaycanın Azərbaycan olmasında və Azərbaycan adlı bir məmləkətin yaşamasında ən xırda zəhməti keçən belə insanlar varsa da hər birinə ancaq biz təşəkkür hissi borcluyuq. Nəyə görə? Çünki əgər bu torpaqda bugün biz rahat yaşayırıqsa, rahat nəfəs alırıqsa və istənilən bir saatda rahat gəzə biliriksə, deməli, dövləti qoruyan hər bir kəsə təşəkkür eləməliyik. Bizim də təşəkkür borcumuz nə olur? Təbii ki, aparıcı olaraq fikirlərimizi söyləmək, müğənnilərin təşəkkür borcu nə olur? Vətənə həsr olunan gözəl musiqilərini ərmağan eləmək və hörmətli tamaşaçılar, bugün biz ənənəni pozmayacağıq. Kiçicik belə deyək də bir fərqliliyimiz var. Nədən ibarətdir? Bugün Nahardan əvvəl proqramında bir deyil, iki deyil, bir neçə müğənninin gözəl ifasını sizə təqdim eləyəcəyik və nə vaxt ki bayram var, nə vaxt ki xoş abu-hava var, xoş əhval-ruhiyyə var, o zaman insanlar çalışırlar ki, musiqi dinləsinlər və musiqi o qədər dərindir, o qədər gözəldir ki, hərdən bir kədərli məqamlarımızda da həzin musiqiyə üstünlük veririk. Amma mən arzu eləyirəm ki, hər zaman sevincdən yaranan, sevinclə ifa olunan və sevgi ilə sizlərə təqdim olunan musiqiləri dinləyək, izləyək. Və bu arada mən təbii ki, böyük məmnuniyyətlə gənclərin çox sevdiyi, hətta körpə uşaqların belə sözün həqiqi mənasında pərəstiş eləyərək, sevə-sevə dinlədiyi gözəl bacılar var, Sevil və Sevinç bacıları. Onları dəvət edin böyük məmnuniyyətlə. Musiqi nömrələri ilə gəlsinlər, sonra söhbətləşəcəyik onlardan. Buyurun. Çünkü bu devletin olan derdi
Teşekkür edirəm gözəl ifa üçün təbii ki bacıların hər birinə. Xoş gəlmisiniz, xoş gördük Çox sizi. sağ olun, teşekkür edirik. Amma Avropa oyunları haqqında qısaca olaraq deyim ki, doğrudan çox az qalıb, onun üçün hər birimiz aktiv olaq, dəstək olaq. 15 gün qalıb, onun üçün bütün tamaşaçılarımıza üzümüzü tuturuq. İstəyirik ki, onlar da bizimlə bərabər biletləri əldə etsinlər və bizim idmançılarımıza mütləq dəstək olsun. Çox gözəl bir ifa elədiniz və bir cümlə xüsusi olaraq diqqətimi çəkdi ki, Avropa oyunları bizim qələbəmizdir. Hələ başlanğıcda bu bizim qələbəmiz isə görün, bəli, qızıl medallar yenə də söylüyorum da bizim ölkəmizə keçirilir deyə. Belə deyə, heç kimə verməyək o qızıl medalları aparmağa, bütün medallar qalsın ölkəmizdə və bu bizim, bəli, ikinci ən böyük uğurumuz olsun. İnşallah. Təşəkkür edirəm sizə, çox sağ olun. Bir daha təbrik edirik, çox sağ olun. Təşəkkür, buyurun, siz böyük məmnuniyyətlə yola salıram. İnşallah növbəti görüşlərdə bir daha görüşəcəyik və bu arada mən təbii ki, tamaşaçıların çox sevdiyi növbəti bir xanım müğənnini də bura dəvət eləmək istəyirəm və müğənninin belə deyək də ən böyük uğuru nədən ibarətdir ki, onu böyüklü, balacalı, hər kəs sevə bilsin. Yaşının necə olmağından asılı olmayaraq və yaxud da ki, tutduğu təbii ki, statusdan, mövqedən asılı olmayaraq hər kəsin qəlbinə yol tapmaq, necə deyərlər, çox müşkül məsələdir. Və mən təbii ki, bu arada istəyirəm ki, Günay xanım İbrahimlini dəvət eləyim, gəlsin və onun da gözəl və qulağa yatımlı səsini biz yenə də eşidək. Buyurun. Xoş gəlmişsiniz. Dokunmaqdır
Xoş gəlmisən. Mikrofonun yoxdur, mən buradayım. Mikrofon da var burada. Xoş gəlmisən, xoş gördük. İlk öncə salamlayıram bizi izləyən bütün tamaşaçıları, bütün xalqımı. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Gözəl gün münasibəti ilə həmişə firavan olaq deyirəm. Mehriban olaq. Mehriban olaq, ən əsası. Qarşıdan da bilirsiniz ki, çox gözəl bir yarışma gəlir. Avropa oyunları gəlir. Bütün idmançılarımıza, ümumiyyətlə bütün əziyyət çəkən, bütün kollektivə, komandaya uğurlar arzu edirik. Bütün Azərbaycan xalqı adından. Düzdürmü? Mən də qoşuluram, bəli, təbii ki, bütün bu təbriklərə də, uğurlara da və belə deyək də, müğənni olaraq sizin də üzərinizə Azərbaycanı gözəl təmsil eləmək düşür. Demə də hər birimizin üzərinə düşür bu. Düzdür, razıyam. Elə bu yaxınlarda da bir klip çəkildi. Avropa oyunlarla bağlı. İnşallah bir-iki günə montajda da hazır olacaq. İnşallah təqdim eləyəcəksən. Tək mən yox, ümumiyyətlə deyərdim ki, bütün həmkarlarım qoşulub bu proyektdə, hər kəs var. Ona görə də dəstəkləyirəm və uğurlar arzu edirəm. Biz də sənə uğurlar arzu edirik. Uğurların bol olsun. Təşəkkür edirəm gözəl ifa üçün və hörmətli tamaşaçılar, bu arada mən böyük məmnuniyyətlə verilişimizin sponsoru Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi haqqında sizə məlumat vermək istəyirəm. Hörmətli tamaşaçılarımız, əgər sizdə mədə, 12 barmaq, bağırsaq xorası, babasil və bağırsaq çatından əziyyət çəkirsinizsə, o zaman yolunuzu mütləq Dr. Davud Tibb Mərkəzinə salın. Yalnız bu klinikada 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zonsuz müayinəsi həyata keçirilir. Mədə xorası və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan belə müalicəsi də məhz Dr. Davud Tibb Mərkəzində. Uşaqlar üçün hər cür tibbi şərait var. Orada çox yüksək səviyyədə personal bir kollektiv çalışır. Orada hörmətli tamaşaçılar odur ki, belə deyək də, ailəvi şəkildə kompleks gedib orada müalicə ala bilərsiniz. Təşəkkür bütün heyətə və bu arada qısaca reklam aramız olacaq. Reklamlardan sonra yenə də görüşəcəyik. Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Siz qastritdən, mədə və 12 barmaq bağırsaq xorası, babasildən və bağırsaq çatından əziyyət çəkirsinizsə, bizim klinikada dəqiq müayinə, təminatlı müalicə oluna bilərsiniz. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zondsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma, qurd xəstəliklərinin yüksək səviyyədə müayinəsi və müalicəsi bizim klinikada, Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzində. Bərabərliyimiz davam edir, hörmətli tamaşaçılar. Bir daha nəzərinizə çatdırıram ki, nahardan əvvəl proqramı efirdədir və biz bugün Azərbaycan tarixi üçün çox əlamətdar olan bir günü 28 may Respublika gününü qeyd eləyirik. Hər zaman söyləyirəm, yenə də deyirəm, yeganə ölkədir ki, adının sonunda can sözü var və can Azərbaycan elə bizə də can verir, bizi də yaşadır. Çünki hər zaman belə deyək də, Azərbaycan həm təbii ki, iqlimi ilə, həm çox gözəl, saf meyvələri ilə, tərəvəzləri ilə öz vətəndaşlarının keşiyini də bu cür çəkir və hər torpaqda addımladığımız anda belə borclu olacağımız ana torpağımız var. Təki hər zaman Azərbaycan adlı bir məmləkət yaşasın və qədimdən bugünə qədər hansı adət-ənənəmizi gətirib çıxarda bilmişiksə, hansı özəl bayramlarımızı bugünə qədər də düşdüyümüz çətinlikdən asılı olmayaraq qeyd eləyə bilmişiksə, bu da bizim deyək ki, uğurlarımızdan biridir. Ona görə də tariximizi heç zaman unutmayaq, kökümüzü heç zaman unutmayaq. Necə deyərlər, dünəni unudanın heç sabahı da olmaz. Və hörmətli tamaşaçılar, bizim bugünkü bayram proqramımız davam edir və mən böyük məmnuniyyətlə Ceyhun Qalanı təqdim eləmək istəyirəm sizin üçün. Onun da çox gözəl, çox fərqli ifaları var və insanlar tərəfindən sevilir. İfanı eşidək, sonra yenə söhbətləşək səninlə. Xoş gəlmişsən. Dostu sirdaşı, tənha yolları, dünyanın hər bir yanında var sənin adın. Milli sərvəti, doğma xalqımın, bir alovdu qəlblərində düşmənin yadı. Güclü dövləti, doğma milləti, hər yerdə var hörmətin, dünya
Dünyada var şöhretin, odlar yurdu Azerbaycanım. Dünyaya ses salıp Azerbaycanım, fəxr edir adıyla Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Dünyaya ses salıp Azerbaycanım, fəxr edir adıyla Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Gözəl körpülər, gözəl yolların xidmətində sən durursan hər bir insanın. Çoxdur neyməti, çoxdur dünyanın, yetər təkcə bircə kəlmə sənin atsanın. Güclü dövləti, doğma milləti, hər yerdə var hörmətin, dünyada var şöhrətin, odlar yurdu Azerbaycanım. Dünyaya ses salıp Azerbaycanım, fəxr edir adıyla Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Dünyaya ses salıp Azerbaycanım, fəxr edir adıyla Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Daim öncərgələrdə, hətta yad ölkələrdə fəxrimiz Azerbaycanım. Fəxrimiz Azerbaycanım. Çox gözəl ifa. Ceyhun, xoş gəlmişsən, xoş gördük səni. Çox sağ olun. Sizi sabah-sabah izləyən hər bir Azərbaycanlı ürəkdən salamlayıram. Dünya Azərbaycanlılarını salamlayıram və nəzərinizə çatdırım ki, hər zaman sizin verilişinizə çıxanda Azərbaycanlılar var ki, xaricdə yaşayan dostlarımız, onlar mənə zəng vururlar ki, Ceyhun, səni gördüm. Lider televiziyasının o gözəl verilişində, gözəl xanım aparıcı ilə bərabər çox sevindi. Yəni bizi ancaq qohumlar, dostlar sizin vasitənizlə izləyirlər və bugün də gözəl bir bayram günüdür. Gözəl bir bayramdır və bu bayram münasibəti ilə biz sənətçilərimiz hər bir belə o hazırlıqlı şəkildə mahnılarımızla, əlimizdən başqa bir iş gəlmir, xalqımıza bir daha gözəl bayramlar arzu edirik. Mən öz adımdan deyirəm, bütün sənət dostlarımın adından deyirəm, yaxınlarımızın adından deyirəm. Sən ancaq mahnılar deyirsən Ceyhun, amma məncə bu cür mahnını ki təqdim edirsənsə tamaşaçıya, artıq Azərbaycanın gözəlliyi haqqında danışmağa... Olanı deyirəm, yəni olanı deyirəm. Yəni ki, mahnı artıq sənin yerinə danışır və təbii ki, yazan müəlliflər çox sağ olsun ki, doğrudan vətənpərvərlik, ruhda çox mahnılar yazılır. Sözləri və musiqisi özümə aiddir. Və mən nə vaxtdandır Azərbaycana aid musiqi yazmamışdım. Mən dedim ki, yazsam əgər Azərbaycana aid, o elə mahnı olmalıdır ki, həqiqətən də içdən gələn biri. Biri var sifarişlə, biri var necə, amma içimdən gəlib bu sözlər də musiqidə. Bilmirəm nə dərəcədə bəyəndiniz. Əsas odur ki, olanları dedik. Təbii. Günü-gündən gözəlləşən Azərbaycanımızın elə adına hər bir məqam gözəldir. Bu mahnını necə, belə deyim də, bəyənməmək olar? Bir mahnıda ki, Azərbaycanın adı dönə-dönə səslənir, bəli. Bilirsiniz necə, mən Azərbaycanı dünyada təmsil edəndə musiqilərimlə və şəhərimizdə gəzdikcən, bölgələrimizdə gəzdikcən o inkişafı görürəm və istər-istəməz bir Azərbaycanlı vətəndaş kimi stimul alıram ölkəmdən ki, necə gözəlləşir, günü-gündən inkişaf edir xalqımız. Təbrik edirəm sizi, mənim əzizlərim. Təşəkkür Ceyhun, çox sağ ol, dəvətinizi qəbul elədiniz, gəldiniz. Çox sağ ol, Allah səndən də razı olsun və gözəl və fərqli musiqilərini təbii ki, eşitməyə hər zaman hazırıq. Buyur, səni yola salaq və hörmətli tamaşaçılar, bu arada mən bir daha Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi haqqında məlumat vermək istəyirəm sizin hər birinizə. Hörmətli tamaşaçılar, bu tibb mərkəzində həm uşaqlar üçün, həm böyüklər üçün hər cür şərait var. Çox yüksək peşəkar kollektiv çalışır burada. Uşaqlarınızda zəiflik, fiziki və
zehni inkişafdan geri qalma, sidik saxlamamaq və belə deyək də, mədə bağırsaq, müəyyən problemlər varsa, ən əsası hörmətli tamaşaçılar, neyrosonografiya burada həyata keçirilir, neyromiografiya həyata keçirilir, eşitmə və görmədə, qıcıq potensiallarında, beynin kognitivində və kəllə daxili təzyiqin ən düzgün müalicəsi məhz Dr. Davud Tibb Mərkəzində çalışaq ki, uşaqlarımız belə deyək də, 1-2 gün xəstələnən sonra onları uzun müddətli ev şəraitində müalicə elətdirməyən aparaq peşəkar həkimlərə və təbii ki, onlara peşəkar diaqnoz qoyulub, düzgün müalicə metodu aparılsın. Şərifzadə küçəsi 100 ünvanında yerləşir. Dr. Davud Tibb Mərkəzi əlaqə nömrələri 05212 80 21 012 434 48 14 zəng vurun. Peşəkar kollektivlə, peşəkar komanda ilə necə deyərlər, münasibət yaradın və öz övladlarınızı göstərin əsl peşəkarlara. Və hörmətli tamaşaçılarımız, bizim bərabərliyimiz davam edir və mən bura çox böyük məmnuniyyətlə, çox gənc, amma çox istedadlı bir insanı, həm də çox mədəni bir müğənnini Tural Əzimovu dəvət eləmək istəyirəm. Buyur, gözəl ifanla səni də işləyək, Tural. Dindir, sənə sözüm var, gəl naz eyləmə, tez görüşər yar, çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır, tez gəl ey gönlüm, gözəl sevgilim, xəyalımda var, sevdalı bir yar, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, balam qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə. Sözüm var, aslı buzlu yar, gemli dayan, sen gün üzlü yar, çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyalda, tez gəl ey gülüm, gözəl sevgilim, xəyalımda var, sevdalı bir yar, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, ay qonaq gəl bizə. Qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə, çıx yaşıl düzə, qonaq gəl bizə. Təşəkkür edirəm. Mən yenə də deyirəm də, Tural, sən belə deyək də, mahnı oxumursan, sən adamla söhbət edirsən. Əməlli başlı. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla sizi salamlayıram və təbii ki,
bizi ekran qarşısında izləyən çox dəyərli izləyicilərimizi salamlayıram. Və qarşıdan gələn bax bu gözəl bayram münasibəti ilə istərdim ki, bütün xalqımızı təbrik edeyim, həm də bütün idmançılarımıza uğurlar arzu edirəm və sizə də təbii ki, təşəkkürümü bildirirəm ki, Artıq günümüz bayram günüdür, bəli, sadəcə belə deyək də ilk verilişlər biz olduğumuza görə belə qarşıdan gələn də demək olar da, çünki axşama qədər hələ maşallah bizim çox gözəl paytaxtda da tədbirlər təşkil olunacaq, gözəl musiqi nömrələri ilə tamaşaçıların qonağı olacaq və belə deyirəm də, özəl müğənnilər siyahısındasan, Tural, nəyə görə? Çünki doğrudan da sən ifa eləyəndə insanı sənin səsin itələmir. Əksinə deyir ki, mənə qulaq as və doya-doya qulaq as. Mən də bilirəm ki, sən vətəni sevən müğənnilər sırasındasan və eyni zamanda həmkar da demək olar da sənə ki, bizim bəli lider televiziyasında verilişdə sizin kimi belə professional aparıcının yanında bu sözü mən deməyim düşünürəm ki, qəbahət olar. Mən sizə təşəkkürümü bildirirəm ki, bu cür xoş sözləri sizdən eşitdim. Bu mənim üçün böyük şərəfdir. Minnətdarlığımı təşəkkür edirəm və çox gözəl ifa üçün yenə də çox sağ ol deyirəm sənə və səni təbii ki, böyük məmnuniyyətlə yola salıram. Hörmətli tamaşaçılar, bizim bərabərliyimiz isə davam eləyir və bugün çox gözəldir ki, ümumiyyətlə gənclər üçün çox gözəl şərait yaradılıb. Ümumiyyətlə hər yerdə təkcə təbii ki, televiziya sahəsində deyil, ümumiyyətlə Azərbaycanda bilirsiniz ki, gənclərə çox böyük dəstək olunur. İstənilən sahələrdə, iş sahəsində, karyera sahəsində və təbii ki, belə deyək də, bütün dövlətin məsuliyyəti ağırlığı da müəyyən bir hissəsi məhz düşür gənclərin üzərinə. Müğənnilərimiz isə təbii ki, ölkə xaricində bizi çox tez-tez təmsil edirlər, Azərbaycanı təmsil edirlər və vətənimizi gözəl tanıtmaq uğrunda əllərindən gələni əsirgəmirlər və mən böyük məmnuniyyətlə növbəti bir müğənni qonağımızı. O da gənc insandır, amma çox peşəkardır, uzun illərdir səhnədə artıq, belə deyək ki, öz həmyaşıtları sırasında sayılıb seçilən insanlardandır. Böyük məmnuniyyətlə bizim üçün çox əziz olan Əbdülxalidi dəvət eləmək istəyirəm. Onun da gözəl ifasını eşidəcəyik, sonra onunla da bayramlaşacağıq təbii ki. Buyur.
və səni görməyəndə halımız pis olur Əbdülxalıq. Xoş gəlmisən. Xoş gördük. Bizi izləyən hər bir kəsi bayramımızı təbrik edirəm. Neçə belə bayramlara çıxaq. Bu bizim müstəqilliyimizin tariximizdir. Bəli. Və inan ki, hər yerdə bayramdır. Avropa oyunları da yaxınlaşır. Bayram bayrama qarşı. Bayram bayrama qarşı. Tək ki, həmişə də belə olsun. Amin, Əbdülxalıq. inşallah. Mən çox təşəkkür eləyirəm sənə. Çox gözəl ifa üçün. Bilirəm ki, sən də çox söz deyə bilərsən, amma çox təəssüf ki, bizim reklamlara ayrılmaq zamanımızda ona görə. Təşəkkür edirəm. Çox sağ ol. Hər zaman belə deyək ki, səni görməyə şad oluruq biz. Qısaca reklam arasından sonra yenə də buradayıq. Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Siz qastritdən, mədə və 12 barmaq bağırsaq xorası, babasildən və bağırsaq çatından əziyyət çəkirsinizsə, bizim klinikada dəqiq müayinə, təminatlı müalicə oluna bilərsiniz. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv, zondsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma, qurd xəstəliklərinin yüksək səviyyədə müayinəsi və müalicəsi bizim klinikada, Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzində. Qısa bir reklam arasından sonra yenə də bərabərliyimiz davam edir, hörmətli tamaşaçılar. Bugün 28 may Respublika gününü qeyd edirik. Azərbaycan Respublikasının ən önəmli və tarixə qırmızı və qızıl hərflərlə düşən bir günüdür. Tək ki, hər zaman Respublikamız var olsun və biz də baxaq, fəxr eləyək ki, Azərbaycan adlı bir məmləkətin evladıyıq və 3 rəngli bayrağımız tək ki, hər zaman başımızın üzərində dalğalansın. Eləcə də bu bayraqlarımızı dünyanın ən möhtəşəm dövlətlərinin sırasında, ən hegemon dövlətlərinin bayraqları sırasında daim görməyə Allah bizə nəsib eləsin. Və hörmətli tamaşaçılar, bizim bayram buraxılışımız davam eləyir. Mən böyük məmnuniyyətlə bura Təşkilat Nəsirovu və xanım Sadiqi dəvət eləmək istəyirəm. Duet ortaqlardır, gəlsinlər gözəl ifalarını eləsinlər, sonra onlarla da bayramlaşacaq. Buyurun. Könlüm kuşu kanat çalmaz, sensiz bir an Azerbaycan. Hoş günlerin gitmir müdam hayalımdan Azerbaycan. Könlüm kuşu kanat çalmaz, sensiz bir an Azerbaycan. Hoş günlerin gitmir bir an hayalımdan Azerbaycan. Senden ayrı düşsem de ben eşk ile yaşayıram. Yaralanmış kalbim kimi, kalbi viran Azerbaycan. Azadlığım bize merhem, sana derman Azerbaycan. Dur ayağa, yazadın, yatamam ya Azerbaycan. Azadlığım bize merhem, sana derman Azerbaycan. Dur ayağa, yazadın, yatamam ya Azerbaycan. Dəstir fəraq odlarından külələndi başımıza. Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan. Dəstir fəraq odlarından külələndi başımıza. Qolu bağlı qalacaqdır nə
vaxtacan Azərbaycan. Vətən eşqi məktəbində can verməyə öyrənmişik. Ustadımız deyib heçdir vətənsiz can Azərbaycan. Azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Dur ayağa, yazad ol, yatamam yan Azərbaycan. Azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Dur ayağa, yazad ol, yatamam yan Azərbaycan. Azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Dur ayağa, yazad ol, yatamam yan Azərbaycan. Azadlığın bizə məlhəm, sənə dərman Azərbaycan. Dur ayağa, yazad ol, yatamam yan Təşəkkür edirəm. Çox sağ olun. Çox gözəl ifa üçün Azərbaycan azad olmağı üstün tutdu və bugün də biz bunun bariz, belə deyək də, nümunəsini görürük, şahidiyik. Çox qısaca təbriklərinizi eşidək. Verilişimizin sonudur. Üzr istəyirəm. Bütün izləyicilərimizi salamlayıram. Xalqımızı bu bayram münasibətilə ürəkdən təbrik edirik. Əlbəttə ki, hər birimizə məlumdur. Avropa oyunları yaxınlaşır. Bütün oyunçuları, iştirakçıları uğurlar arzulayırıq. Bayramımız mübarək. Buyurun. Mən də təbrik edirəm. Bütün Azərbaycan xalqının, bütün xalqımızı təbrik edirəm. Bu gözəl bayram münasibəti ilə, 28 may bayram münasibəti ilə və əlbəttə bütün hamı qeyd elədi. Avropa oyunları yaxınlaşır. Biz bu oyunlarda deməli bizim idmançılarımıza uğurlar arzulayırıq. Təşəkkür bütün edirəm Azərbaycanımıza. Və bu günümüzün ən gözəl musiqisini də siz ifa elədiniz. Oradan da təşəkkür edirəm. Bu gün sizi məmnuniyyətlə yola salıram və hörmətli tamaşaçılar, qısaca nəzərinizə çatdırım ki, verilişimizin sponsoru Dr. Davud Tibb Mərkəzi. Hörmətli tamaşaçılar, siz frontit, sinusit, hemorit və etmoditdən əziyyət çəkirsinizsə, mütləq yolunuzu Dr. Davud Tibb Mərkəzindən salın. Çünki cəmi sizi 3 gün ərzində bu xəstəlikdən azad eləyəcəklər və buraxılışımızın sonunda mən
mən çox gənc və çox gözəl bir ifaçını dəvət eləmək istəyirəm bura. Abgül gələcək, təbii ki, qısaca onun da təbriklərini eşidim. Sonra isə sonda gözəl bir ifa ilə hər birinizdən ayrılacaq. Buyurun və fürsətdən istifadə edib geyimimə görə mənimlə bərabər olan Kasaba Qadın Geyimləri mağazasına çox böyük təşəkkür edirəm. Sən də xoş gəlmişsən Abgül və təbriklərini eşidək. Sizləri salamlayıram, eləcə də bizə seyr edən tamaşaçılarımızı salamlayıram və 28 may Respublika günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Eləcə də Avropa oyunları münasibəti ilə inşallah ki, uğurlar bizimlə olar. İnşallah, inşallah və sonda gözəl bir ifa eşidirik. Salamat qalın, görüşəcəyik yenə də hörmətli tamaşaçılarımız. Uzaq ellərdə adın var, ünvanın var, dastanlara sığmayan şöhrətin var, şanın var. Uzaq ellərdə adın var, ünvanın var, dastanlara sığmayan şöhrətin var, şanın var. Qəhrəmanlar içində neçə qəhrəmanın var. İçində neçə qəhrəmanım var. Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Qarındır, küraraz oşqun qanım, Xəzər şah damarımdır. Göl-göllərin düşüncəm, dəli dağ vüqarındır, küraraz oşqun qanım, Xəzər şah damarımdır. Can dərmanı istəsən, istə ey dostlarımdır. Can dərmanı istəsən, istə ey dostlarımdır. Torpağım bol, suyum bol, aranlıyam, dağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Torpağım bol, suyum bol, aranlıyam, dağlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Nizamilər evladı, Nəsimlər nəsliyəm. Nizamilər övladı, Nəsimlər nəsliyəm, ay aman. Yurdum adlar yurdudur, aman, 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 ey. Yurdum adlar yurdudur, mən günəş nəfəsliyəm. Təbiətim
Adətim belədir, toy bayram həvəsliyəm. Ürəyi dost soraqlı, ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam, Azərbaycan oğluyam. Azərbaycan oğluyam.